Qələbəmizin 5-ci il dönümünə və Respublikamızın suverenliyi uğrunda fədakarlıq göstərən həkimlərimizin keçdiyi şərəfli döyüş yoluna həsr olunan Fədakar Həkimlərimiz adlı kitabın təqdimatı keçirilib. Mərasim Avrasiya Universitetində gerçəkləşib. Yeni Nəşir Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovla mərkəzinin Şua Diaqnostika şöbəsinin həkimi Abbasqulu Səfərovun birgə təşkilatçılığı ilə araya ərsiyə gətirilib. Qarabağda torpaqlarımız işğaldan azad olunandan sonra ilk olaraq Şuşada modul tipli xəstəxana yaradıldı və həmin xəstəxananın idarə olunması Nərimanov Tibb Mərkəzinə etimad edildi. Nərimanov Tibb Mərkəzi də həmin gündən, demək olar ki 5 ildir, 5 ildən də biraz artıq gündə biz Şuşa modul tipli xəstəxanasında fəaliyyət göstəririk. Bu günə qədər də fəaliyyətimiz davam edir. Və Şuşa modul tipli xəstəxanasında fəaliyyətimiz davam etdiyi müddətdə 2023-cü ildə bilirsiniz, lokal xarakterli antiterror əməliyyatda keçirildi. Həmin əməliyyat müddətində bizim əməkdaşlarımız, orada tək Nərimanov Tibb Mərkəzinin əməkdaşları deyildi. Orada digər müəssisənin əməkdaşları da bizlə çiyin-çiyinə vuruşurdu. Vuruşurdu nə mənada, məcazi mənada deyirəm. Yəni həkimlərimiz o xəstələrin, o əsgərlərin belə deyək, 1% də olsa sağ qalma şansı var idisə, onlarla vuruşurdu ki, o xəstələrimiz sağ qalsın. Və həmin müəssisələr, yəni yenə deyirəm, tək Nərimanov Tibb Mərkəzi deyildi. Orada bir çox müəssisələrdən həkimlərimiz də var idi, orta tibb işçilərimiz də var idi, bizə dəstək olurdular. Fədakarlıq göstərən bizim həkimlərimizin, yəni göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs edən kitabın təqdimatına yığışmışıq. Həqiqətən də belə bir deyim var, həyatda iki müqəddəs peşə var. Bir, müəllimlik, bir də ki, həkimlik peşəsi. Müəllim insanı həyatda formalaşdırır, onu vətənpərvər edir, onu qəhrəman edir və həmən o vətənpərvəri qəhrəmanı müharibədə ya dar günündə sağaldaraq həyata qaytaran bizim həkimlərdir. Ona görə də yəni hələ Bine-i qədimdən, yəni görürsünüz, o hələ xanlıqlar dövründə, hətta o sultanlıqlar dövründə də həmişə saraylarda təbiblər yəni saxlanılardı. Şah birdən də sözünü pis hiss eləyəndə o dəqiqə müraciət edirdi, yəni təbibə. Yəni ki, bu müqəddəs peşə nə qədər insan həyatda yaşayır, o qədər də bu peşə yəni davam edəcək və o qədər də bizim hamımızın vəzifəmizdən, yaşımızdan, mövqeyimizdən asılı olmayaraq onlara ehtiyacımız olacaq. Kitabın tərtibatının ön və son sözünün müəllifi, tədqiqatçı jurnalist Dəyanət Səlimxanlı, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor, Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun Humanitar Elmlər şöbəsinin professoru Nurulla Əliyev, kitabın hərbi məsləhətçisi, tədqiqatçı jurnalist Lalə Hüseynova və şəhid ailə üzvləri çıxış ediblər. Əliyev rəhbərlik etdiyi 22 il ərzində böyük bir siyasi iş gördü, böyük dünyaya öz sözünü dedi və ordunu daha da möhkəmləndirdi və nəhayət biz 2020-ci ildə Sentyabr 20-də müharibə başladı, noyabrın 8-də 44 gündən sonra biz qələbə qazandıq və bununla da İlham Əliyev dünya siyasətini sürdü. Bax, bu birinci hissədə kitabın möhtəşəm qələbəmizin 5 ili fədakar həkimlərimiz birinci hissəsində məhz bundan bəhs olunur. İkinci hissədə isə Nərimanov rayon tibb mərkəzi həkimlərinin başda Fazil Alməmmədov, tibbin rəhbəri Alməmmədov olmaqla demək həkimlərimizin Şuşada və Xan kəndində xidmətlərindən bəhs olunur. Tibb bacıları, felçerlər, hətta xadimələr, süpürgəçilər belə dedi xadimələr orada iştirak ediblər, öz xidmətlərini göstəriblər, hətta sürücülər. təcili yardım orada iştirak ediblər. Onların hər birinin böyük xidməti var. Bunlar tarixdir. Biz bunları qələmə aldıq, yazdıq
bizdən sonra gələcək nəsillər də bu tarixi oxusunlar və bu tarixi unutmasınlar. Fədakar həkimlərimiz kitabı, deməli, Konstitusiya suverenliyi ilində qələbəmizin, möhtəşəm qələbəmizin 5 illiyinə bir töhfədir, bir hədiyyədir ki, səhiyyəmiz vətənin müdafiəsində əzmkarlıqla dayandı və az itki ilə biz böyük qələbəmizi, böyük zəfərimizi Azərbaycan dövləti təmin elədi. Və Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın suveren konstitusyon hüquqları tam təmin olundu. Və bu möhtəşəm, yenə də möhtəşəm qələbəmizin təmin olunmasında həkimlərimizin, fədakar, qəhrəman həkimlərimizin rolu əvəzsiz, belə deyək, misilsizdir. Təqdimatda Nərimanov rayon tibb mərkəzinin kollektivi, şəhid tibbçilərinin ailə üzvləri, doğmaları, media nümayəndələri və başqa qonaqlar iştirak ediblər. Hüsniyə Salmanova, Aynur Nadir qızı, Samir Əliyev, Bu Gün TV.